Değerli izləyicilər, hər birinizi Bərdə Maşın Bazarından salamlayıram. Videomuzun ikinci hissəsi. Değerli izləyicilər, əmimiz oğlu Bərdə Maşın Bazarının içərisində xidmət şöbəsi açıbdı. Yəni mən elə başa düşürəm ki, kiminsə imkanı çatmır maşını bu dəqiqə nağd almağa, qardaşımıza müraciət eləyir, köməklik göstərir. Kredi şəklində, deyil mi? Bəli, ən aşağı faizlərlə. Buyurun, siz özünüz daha geniş məlumat verin izləyicilərimizə. Adım Vüqardır, Bərdə Maşın Bazarıdır qardaşım. Vətəndaşların çatışmayan pullarına köməklik edirik, ən aşağı faizlərlə. Əlimizdən gələn xidməti edirik burada yəni. Yerində xidmət göstəririk Bərdə Maşın Bazarında. Maşınlara fərq varmı? Sovet maşını mı, xarici maşını mı? Fərq yoxdur. Hər hansı maşın o avtomobil olur olsun, fərqi yoxdur. Dəyər məsələsi neçəyə qədər? Dəyərdə də dəxli yoxdur. Neçə dəyərində olur olsun. Dəyərin 30%-ni ödəməlidir. Yəni 10.000 dəyərinin civarında olan maşının 3.000-ni ödəməlidir, 7.000-ni, 2.000-ni biz mümkündür vermək. Bir misal göstərə bilərikmi məsəl üçün? Bir 10 minlik maşından başlayaq deyəlim. Götürək ki, maşınımızın dəyəri 10.000 manatdır. Satmaq istəyən qardaşımız 10.000 manat istəyir ki, bunun nə cibinə girsin. Almaq istəyənin də pulu aşağıdır. Neçə olmalıdır? 10.000 manatlıq maşını ən azından deyirəm də 3.000-3.500 ilkin ödənişi olmalıdır. 6.500, 7.000 də biz veririk. Ümumilikdə sonda həmən alan adamın nə qədər xərci çıxacaq? Ümumilikdə sonda yəni belə deyək 7.000 çatışmayan pula, yəni aformut müqavilə qanuni şəkildə 10.000 pul ödəyir. 7.000 pula qarşı. Əlavəsi nə qədərdir? 7.000-ə qarşı 3.000 manat pul ödəyir. Deməli 10 minlik maşın 13.000 manata Bəli, 13.000-ə gəlir çıxır üstünə. Sənədləşməsini necə edirsiniz yəni? Sənədləşdirilməsini aformut edirik. Maşın öz adınıza, siz öz adınıza aformut. Onlarda qalmaq şərti ilə sürmə davinosu veririk. Maşının pulu qutarandan sonra gəlir general davinosunu veririk, gedir adını aformut edir. Aylıqları neçə aya bölünür? Aylıqları 30 aya qədər mümkündür. Yəni alıcının özünün imkanından asılıdır. İmkanından asılıdır, bəli. İstəsə 3 aya, istəsə 3 6 aya. aydan, bəli, 30 aya qədər mümkündür. Lap yaxşı. Əlavə də ki, kiminsə nəsə sualı olarsa sizlə əlaqə saxlaya bilər. Bəli, 050 386 90 80 əlaqə saxlaya bilər. Uğurlar arzu edirik. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun, təşəkkürlər. Qardaş, Allah xeyir versin. Çox sağ ol, Allah razı olsun. Maşınımız Mercedes C-Class. Bəli. Buyurun, məlumat vereyim, bilək necə maşındır. İli 99, 2-3 kompresor. Sizdə nə vaxtdandır? Bizdə 3 ildir məndədir. Sənədə aformut yoxsa etibarnamə? Bəli, etibarnamə məndədir. Generalni. Generalni etibarnamə bəli. yəni. Dəyişirsiniz hər il. Bəli. 3 il içərisində xərciniz oldu mu maşınınıza? Nəsə düzəltdirmisinizmi? Xeyr. Bir dənə elə altına üstünə əl gəzdirib periodok sisteminə sürmüşük. Yəni bez problemsiz maşındır. Mühərriki nədir bunların? Mühərrik 2-3 sadə. 2-3 sadə. Bəli. Necədir vəziyyəti? Vəziyyəti yəni əla vəziyyətdədir, super vəziyyətdədir. Otosür maşındır. Yığılmış olar da yəqin ki mühərrik. Bəli. Hazırda yağ azaltması Xeyr, heç bir, yəni bu dəqiqə yəni heç bir tələb etmir də, yəni heç bir xərc zadı yoxdur. Benzin nə qədər işlədir yanacağı? 100-ə bir 7-8 litr belə. Kondisioner işləyirmi? Bəli, hamısı işləyir. Avtomat korobkadır? Bəli, avtomat korobka. Gecikməsi, vurması? Xeyr, heç bir şey yox. Korobka da yaxşı. Bəli, Diferdə səs yox? Xeyr, heç nə yox. Altı necədir? Altı da ideal vəziyyətdədir. Polda çürük, pas, Xeyr, heç nə yoxdur. Periodokun səsi küyü? Xeyr, heç nə yoxdur. Otursur maşındır. Yəni təkərlər, disklər də yəni yeni alınıb, yeni qoyulub. Normaldır. Dəyişiləni varmı? Qapı, kril, kapot? Xeyr, yox, dəyişilən yoxdur. Prosto maşın kraskaya girib. Yəni bəzi yerləri. Təbii ki, ilinə görə yəqin ki, kraskalanardan. Maşınımızın şüşələri təmizdirmi? Qırıq çat yoxdur? Xeyr, heç nə yoxdur. Şiti təmizdir. Təmiz. Eləmi? Bəli. Xeyr, təmiz. Yan aynaların dördündə də düymə gördüm. İşləyirlərmi? Bəli, dördü. Luk da var hətta. Bəli. İşləyir luku da? Bəli, işləyir. Oturacaqlar parça salondur? Bəli, yox. Dəri salondur, prosto özümüz parça çəkmişik. Yoxdur ki zədəsi? Xeyr, heç nə yoxdur. Qiyməti nədir? Qiyməti 11.000 deyirik. İndirim nə qədər? İndirim uzağı oradan 200 manat, 300 manat belə keçərəm. Hara gəlsinlər? Gəlsə Horacizə, yəni maşınını Horacizə baxa bilərlər. Füzuli rayonu Horaciz qəsəbəsi. Bəli. Əlaqə nömrənizi deyərsizdən? 051 408 55 75. Allah xeyir versin. Çox sağ ol. Siz də sağ olun. O dəmir kvadrat nədir orada? Onun şeydir. Örtür.
kasetidir. Radmoy kaseti. Qardaş, Allah xeyir versin. Sağ ol, çox sağ ol. Maşınınız Priora. Bəli, Özdə bayaq dediniz ki, ucuz maşındır. ucuz maşın. Neçədir qiymətini elə deyək? Son qiyməti 8300-dür. 8300. Mən 2013. dedim 6000 falan deyəsən. Hayır, o 6000-ə verməzlər axı. 2013-ün. 2013-ün maşını. Buyurun, məlumat verin. Bilək necə maşındır? Maşın motorudur, karovkasıdır, yaxşıdır, yağ yeməsi yoxdur motorda, dəyişən detalı yoxdur, Neçə müddətli maşın sizdədir? il yarımdır. Aformutdur yoxsa Aformutdur, yox, aformutdur. Öz adınız olan maşın. Öz adımıza. Alandan sonra heç xətt çəkmədinizmi? Ha, çəkmişəm. Nələr düzəltmisiniz? Elə 650 mat diskisinə vermişəm. Bahalıdırmı? Ha, bahalı disk. Hüseyn açıq ollatmışam. İndi yenə tərk olub, amma çələ çəkdirmişdim ona. Nə bilim, motorun əyriməyənə yığdırmışam. Motor təzə yığılıb. Motorunu təzə yığdırmısınız. Təzə yığdırmışam, bir 3 ay olar. Necədir hazırda? Yaxşıdır, kapli yağ azaltmır, özü əyriməyənə yığılıb. Səsi də yaxşıdırmı? Yaxşıdır, yaxşıdır. Lap yaxşı. Motor belə, karobkası, Karovkası da yaxşıdır. atması, səsi. Heç bir şey yoxdur. Periodokta vəziyyət necədir? Periodok daha yaxşıdır, qranatlar da təzə qoyulub, təkərlər bir həftədir vurulub altına. Təkərlər təzədir. Nəm Texmo olsun oradasa bir 2 ay olar keçdi. Altında vəziyyət necədir? Yox, kapli desən çürüyü yox. Əgər altında çürüyü olsa maşını verəcəm 7 yarıma. Dəyişən nəsə varmı? Qapı, krel, qapı. Heç bir şey. Zavoddan Zavoddur, gələnlər. zavod. Kraska vurulmuş olar amma. Ha, kraska vurduq, çöldən çölə rəhlənib. Hazırda kosmetik şey yoxdur ki. Yox, bir dəqiqə yox. Yüngül var elə belə Yüngül var, çıxdaqlar nə bilim, o- ara sıra bu ferdə falan da. Bol fedəcəddir. Amma ön alın şüşəsində 2 yerdən zədəsi Hə, var. amma öz Zavodsko öz şüşəsidir. Görsən nömrəsi yazılıb 2013. Ha. Yəni dəyişəni yoxdur, hamısı öz Yan öz. aynalar düymə ilə. İşləyirlərmi? Hamısı işləyir, hamısı. Şitin üstü təmizdir. Yoxdur. Təmizdir, təmiz. Çartı zadı yoxdur. Oturacaqlar da ki, Yaxşıdır, yaxşıdır. Siyena qızdırıcısı hamısı işləyir. Konser yoxdur mu orada? Kondisioner də var, o da işləyir. Ha, nə gözəl. Peçi, kondisioner hər bir şey işləyir. Lap yaxşı. Əlavə də ki, məlumat almaq istəyən sizlə əlaqə saxlaya Ancaq bilər hə, yəqin ki. nömrəmi verim qal. Deyin, nömrənizi deyin. 070 204 04 82. Hansı rayondasınız? Ağcabədi. Ağcabədi rayonu. Qiymətini də bir dəqiqləşdirək də görək neçədir son qiymət. 8-2. 8-2-yə deyirsiniz. Belə. 8-dən aşağı düşmüyorsunuz. Yox. Son fikir 8-dir yoxsa? Yox, 8-2. Hətta 8-ə də vermək istəmirəm. Yox, 8 çox burada verilə vermir. Yəni dostlarınızla zəng eləyərək, onlara bir ümid yeri verir. Yox, elə bir dostlarım var ki, bəlkə də 17 yarıma da verərəm. Eləmi? Hə. Hə, Əsas odur sizinlə əlaqə saxlasın. əlaqə saxlasın. Uğurlar arzu edirəm qardaş. Sağ ol, çox Siz sağ ol. də sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol, var ol. 07 maşını satırsınız. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? Valla çəkiliş elədin də, bez detal maşındır. 2005-in maşınıdır. 5500-ə deyirəm. Nə vaxtdan sizdədir maşın? Mən 3 il, 4 il olar. Sənəd nədir? Etibarnamədir, formutdur mu? Yox, etibarnamədir. Hər il yeniliyirsiniz. Hər il Daverus aldım. Sənədləri necədir? Sənədləri Texmoto 1 illik, sigortası 1 illik, Daverusu 10 ay. Yəni hər şey qaydasındadır. Hər şey qaydasındadır. Hə, lap yaxşı. Maşınımızı alandan sonra xərciniz oldu mu? Nəsə düzəltdirmisinizmi? Düzəltdirmişik. Hə, biz Motoru 06 motorudur. hə, da 06 motor. Ancaq injektor deyil, bu karbüratordandır. Karbürator. Dəyişilibmi sonradan, yoxsa niyə? Yox, zavod. O vaxtı elə gəlibdi. Hə, o vaxt belə gəlirdi. Hə, lap yaxşı. Şeydir. Necədir motorun vəziyyəti? Qəşəng. Yağ yeməyi yoxdur. Bir ferdə səsi yoxdur. Korobka necədir? Karovka 5-dir. Atma səs Yox, yox. heç bir şey yox. Difer deyirsiz salamat. Hamısı salamat. Altı necə? Zədəvə yoxdur altı. Yox, altı çiçək kimidir. Qəşəngdir. Danqrat yerləri də Hamısı varmı? özünküdür. Öndə, peredokda. Hamısı yığılıbdır. Səs küyü yoxdur ki. Yox, heç bir şey yox. Təkərlər necə? Təkərlər də bir 2 aydır almışam. Hə, təkərlər də hələ işlətmək olar. Hə. Dəyişənlərini də deyin. Dəyişəni yoxdur. Buradan Palavenka kraskalanıb, çox. Hətta zavod kraskasından deyirsiniz var. Hə. Beli zavod kraskasıdır. Bel zavod kraskası deyil. Yəni buradan belə kraskalanıb, qalan hamısı özünküdür. Hə. Hazırda kosmetik elə bilirəm yoxdur. Yox. İçində 1000 manatlıq maqnitofon dinamik aparaturası var. Maşınımızın aynaları necə? Aynaları yaxşıdır. Çıtdaq var ön alın şüşəsində bir yerində. Yox, elə belə tikilmədi, hə. yüngülvari olan şeydir o. Yan aynalar yaxşıdırmı? Qəşəngdir. Əllə mi qalxırlar?
Nətəri? Əllə mi qalxırlar? Yox, yoxsa hamısı düymə- pult düymə- sistemidir. Düymə ilə Yox, qalxırlar. pult. Hamısı pult sistemi. Oturacaqlar da ki, Qəşəngdir, yaxşıdır. oturacaqlar da hamısı Normal maşındır da. Qiymətini də deyirik. Qiyməti 5,5. 5,5. 5-ə verək. Yox. 52-yə verərəm. 5200. Hə, 52-yə verərəm. Hansı rayondasınız? Bərdənin Qaraqazı kəndi. Əlaqə nömrəsini deyə bilərsinizmi? 051 740 46 33. Allah xeyir versin. Sağ ol, var ol. Hə, siz də sağ olun. Xeyir olsun qardaş. Çox sağ olun. Maşınımız Chevrolet. Chevrolet Aveo 2012. Buyurun məlumat verin bilək necə maşındır. Maşın yaxşı vəziyyətdədir. Bir dənə yüngül kosmetik işi var, bir dənə bufer, bir də kapotda. 1.4 motor, mexanika. Nə vaxtdan sizinkidir? 4-5 aydır. Sənədi nədir? Aformut etibarnamə. Yox, etibarnamədir. Sənədləri necə? Hamısı qaydasında. Adi satqa problem olmaz inşallah. Yox, heç bir problem yoxdur, hər şey qaydasında. Maşınımız da 439 min göstərir. Bəli. Kilometrlə də yəqin ki, Bəli, Avropa bəli. qatılır. Maşınımızın mühərriki 1.4 benzin, necədir mühərrik vəziyyəti? hər şey qaydasında, heç bir problem yoxdur. Açılıb yığılıb yoxsa? Yəqin ki, açılar yığılar da indi yəqin. Yağ azaltmadır, səsdir. Yox, yox. Korobkası mexanikadır. Bəli. 5 olurmu önə bunlarda yoxsa? 5 skosdur, bəli. Problemi yoxdur korobkanın. Yox, heç bir problem yoxdur. Alan adama da bahalı nömrəsi hədiyyə verilir üstündə. Ön çəkən maşındır. Bəli, bəli. Necədir qranatların vəziyyəti? Hamısı qaydasındadır. Səs-küyü yoxdur. Xeyr. Təkərləri normalıdır. Bəli. Altında çürüyü, pası, yaxud zədəsi nəsə? Yox. Altıda yaxşı. Dəyişilən varmı? Yox, dəyişən Qapı, yox. krel, kapot. Xeyr. Onun sözünü. Kraska vurular mı? Kraska olan yerləri var, bəli. Hazırda da ki deyirsiniz bu fer hissələrində. Ön kapot, Bir dənə də kapotun ehtiyac var. üstündə. Kapotla bu ferə. Qalanam hər yanını eşək. Şüşələrdə vəziyyət necə? Qırıq çat yoxdur ki? Yox. Hamısı qaydasında. Düymə ilə qalxır. Bəli, Dördü də. bəli. İşte yaxşıdır. İşte elə biləm zədə yoxdur. Maşınımızın oturacaqları çixolludur. Parça salondular. Bəli. Yaxşıdır mı orijinal? Orijinal çixollara baxmamısınız, yaxşıdırlarmı? Hamısı qaydasındadır qəşəng. Konseri demədik. Yaxşı deyir. İşləyir. Əlavədə kimi sual olsa sizinlə əlaqə saxlaya bilər. Bəli. Qiymətini deyə bilərsiniz. 7 yarıma deyirik, oradan endirim olar. 7-yə vermək olar. Vallahi indi alan adamla danışmaq olar da. Hansı rəndəsiz? Bəli. Əlaqə nömrənizi xatırladın. 055 274 43 94. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Bunu qaldır görüm qardaş. Dört.